Müəllim hər dəfə deyir, hacıma, hacıma. Elə ancaq mən güləşməliyəm. Əvvəlcə Arzumanı apardıq. Bir neçə ay gedəndən sonra Cəmiləni apardıq. Hətta o gedən ərəfədə Cəmilə də gedirdi, amma məşq eləmirdi. Gizli sadəcə baxırdı. Oradan bəyəndi, Cəmiləni yazdırdıq. Cəmilə məşq elədi. Sonra eyni qaydada da Fidan baxırdı qapıdan bunların məşqinə. Sonra da o bəyəndi, onu da qoyduq məşqə. Mən gördüm ki, qardaşım həvəs-həvəs gəlir, həvəs-həvəs gedir. Mən də istədim Fidan yazdım. Mən də getdim. Çox maraqlı gəldi. Məşq prosesində əgər güləşirlərsə, müəllim təbii ki, başlamaq üçün hacimi komandasını verir. Cəmiləyə biz cəma deyirik. Təzə gedən vaxtı elə başa düşülmüş ki, hacimi deyəndə müəllimə hacıma, yəni cəma gəlsən güləş mənasında başa düşülür. Gəlib evdə deyir ki, müəllim hər dəfə deyir hacıma, hacıma. Elə ancaq mən güləşməliyəm. Mənə görə əvvəllər mənim oğlum Arzuman o qədər də özgüvən yox idi. Artıq 10 aydır gedir. Fərqi belə mən atası olaraq hiss edirəm də, yəni özgüvən var. Çünki oğlunu əməliyyat müddət. Sən də başla özünü kəşf et.